təsadüf deyil, o zəhmət, əzmkarlıq və davamlı məşqlərin nəticəsidir. Belə tamaşaçılar, sizi qaliblərin məkanı olan Qələbə əzmindən salamlayıram. Bu dəfəki qonağımız 2024 Yay Paralimpiyadasının bayraqdarı, eyni zamanda qızıl medalçısı, para-taekvondoçu İmaməddin Xəlilovdur. Qələbə əzminin bu dəfəki qonağı 2024-cü il Paris Yay Paralimpiyadasının bayraqdarı, eyni zamanda qızıl medalçısı, öz növündə dünya reytinqinin birincisi, para-taekvondoçu İmaməddin Xəlilovdur. O, 23 fevral 1998-ci ildə Gəncə şəhərində anadan olub. Salam İmaməddin bəy, əvvəlcə sizə təşəkkür edirəm ki, bizi öz evinizdə qonaq etdiniz. Bu arada əziz tamaşaçılar, nəzərinizə çatdırmaq istəyirəm ki, bu ev Cənab Prezident tərəfindən İmaməddin bəyə vətənə xidmətinə və idmandakı nailiyyətlərinə görə verilib. Bir daha təşəkkür edirəm və istəyirəm ki, sizi daha yaxından tanıyaq. İmaməddin Xəlilov kimdir? Mən İmaməddin Xəlilov 1998-ci ildə Gəncə şəhərində anadan olmuşam. Para-taekvondosiyam hamının bildiyi kimi 2024 Paris Paralimpiyadasının bayraqdarı idim. Mən qızıl medal qazanan ilk idmançı idim. Mən para-taekvondo tarixində ilk idmançı idim ki, paralimpiya çempionu oldum. Həm ilk para-taekvondo üzrə dünya çempionu olmuşam, olimpiya oyunlarına düşdükdən sonra. 2 qat Avropa çempionuyam. Son 3 ildə dünya reytinqində birinci sıradayım və bundan sonraki 4 illikdə də yəqin ki, birinci sırada olacaq. İdmana maraq sizdə hardan və necə yarandı? İdmana maraq belə deyim, mən hətta taekvondo ilə məşğul olanda para-taekvondo idmanı yaranmamışdı da. Məndə idmana başlamaq səbəbi mənə biraz başqadır. Mən fiziki məhdudiyyətli idim. Məktəbdə istər-istəməz sıxılırdım, komplekslər yaranmağa başlamışdı. Hətta məktəbə zada getmək istəmirdim. Belə deyim, idman dərslərinə qıraqda qalardım, uşaqlardan seçilirdim. Evdən dedilər ki, biraz fərqlilik olsun, idmana qoyaq. Mənim qardaşım da taekvondoçuydu. Dedi ki, gəl elə bilə gedək. Yəni mən idmana başlayanda fikirləşməmişdim ki, yəni dünya çempionu olum, Avropa çempionu olum və yaxud da heç bir şey fikirləşməmişdim. Sadəcə həmin anda cəmiyyətə daha çox qoşulum deyə idmana başlamışdım. Yəni bu da elə gətirdi ki, yəni davam elədim, belə paralimpiya çempionu oldum. Amma idman başlamaq səbəbim sırf cəmiyyətə daha yaxın olum, cəmiyyətə qoşulum deyə. Yəni heç vaxt fikirləşməmişdim ki, mən dünya səviyyəli bir idmançı olacağam və yaxud da nəsə. Sadəcə qoymuşdular ki, digər uşaqlardan seçilməyim belə. Daha aktiv uşaq olaraq. Daha aktiv uşaq, bəli. Komplekslərim o qədər idi ki, məktəbə getmək istəmirdim. Yəni o vaxtda ona görə evdən dedilər ki, get. Əslində çox yaxşı bir yeri vurğuladınız. Bizim verilişimizin əsas məqsədi də budur ki, valideynlər izləsinlər və gələcəkdə sizin kimi potensialı olan idmançı olan uşaqlarımızı qətiyyən idmana uzaqlaşdırmasınlar. Onları daha aktiv, daha belə kompleksiz həyata addım atsınlar deyə. Yəni əsas məqsədimiz budur. Yəni məncə də, yəni belə deyim ki, bizim valideynlərdə belə bir şey var. Həqiqətən fiziki məhdudiyyətli uşaqlarını çalışırlar ki, əl üstündə saxlasınlar. Mənim fikrimcə, yəni valideynlər, yəni fiziki məhdudiyyətli uşağına, yəni o elə baxmamalıdır. Yəni adi sağlam uşaqdan seçilməməlidir. Uşaq idmana yönəlmək istəyir, yönəlməlidir. Uşaq elmə yönəlmək istəyir, yönəlməlidir. Və məncə də o elə olmalıdır. Yəni sadəcə belə deyim, mən para-taekvondo idman növündə məşğul olaram. Məndə əldə olan problemlərdir. Amma bəzi uşaqlar var ki, gözləri zəifdir. Bəziləri var məsələn, fiziki olaraq deyil də, bədənsel olaraq biraz problemləri var. O həmin insanları yəni yönləndirmək lazımdır harasa. Yəni tək idman olmasa, sadəcə istəyir elmi sahəsi olsun, hər hansısa bir sahəyə yönləndirmək lazımdır. Yəni həmin uşaqların yəni evdə qalmağı, cəmiyyətdə uzaqlaşdırmaq cəmiyyətdə olmağı. Hətta ailələr istəyirlər ki, öz uşaqlarına yaxşılıq eləsin. Məncə öz uşaqlarına həqiqətən yaxşılıq eləmirlər. Yəni onları əl üstündə saxlamaq, yəni onlara hər dediyini eləmək, əl üstündə saxlamaq, yəni uşağa yaxşılıq deyil, pislikdir. Çünki səhərsi gün gələcəkdə o uşağın yanında siz olmayacaqsınız. Ona görə uşaq tək qalmağı öyrənməlidir, yəni həyatla mübarizəni öyrənməlidir, yəni səthinə və boşluğa düşməlidir ki, gələcəkdə nə isə qazana bilsin. İmaməddin bəy, necə oldu ki, məhz para-taekvondonu seçdiniz? Para-taekvondonu seçdim, çünki mənim qardaşım da taekvondocuydu. O mənə dedi ki, ailədən dedilər ki, yanında götür apar biraz idmana, biraz uşaqlar da qoyursun. Yəni idmanı seçmək səbəbim yəni taekvondoydu. Yəni taekvondosu olmasaydım futbolçu olardım böyük. Yəni taekvondo seçmək səbəbim var. Məsələn, qardaşınız taekvondoda davam etdi, yoxsa? Yox, qardaşım hərbi xidmətə yollandı, ondan sonra da gəldi, işə başladı. Yəni belə deyim, ona kimi amma Respublika çempionu olmuşdu. Yəni müxtəlif turnirlərdə çempionluqlar var idi, amma ondan sonra dayandırdı. İmaməddin bəy, bütün qonaqlarımıza verdiyim ənənəvi sual var ki, bunu sizə də ünvanlamaq istəyirəm. İlk məşq gününüzü və ilk məşqinizi xatırlayırsınızmı? İlk məşq günüm, yəni həqiqətən çox stressli keçmişdi.
Yəni uşaqlar acə belə deyim, mən birinci səfər getdim idmana. Orada gördüm ki, hələ bizdə idmanda var, iç-içə qarşılıqlı məşq edirlər də. Bir-birlərinə tuturlar, belə deyim, döşəkçəni deyim ki, insanlar daha rahat başa düşsün. Mən qabağımdakını tuta bilmirdim. Artıq idmanda da kompleks yaranmağa başladı ki, hə, bura da gəlmirəm də. Yəni əl çəkinməndən hiss eləmirdim. Çünki onlar bir-birlərini eşidirlər. Mənlə olan uşaq para olmaq istəmirdi. Çünki o məni tuturdu, mən tuta bilmirdim, ona müəllim tuturdu. Və müəllim də tutanda istər-istəməz qabağımdakı uşaq daha yaxşı vurmalıdır, axıra kimi eləməlidir. Yəni hərdən yorğunçuluqdan biraz belə deyim, məşqi yola verə bilirlər. Amma mənlə işləyən uşaq, yəni onu eləyə bilmirdi. Çünki ona birbaşa müəllim tuturdu zərbəni. O da artıq istəyirdim ki, hiss edirdim ki, heç kim məndən işləmək istəmirdi. Yəni mən tuta bilmirdim. Orada da biraz kompleksim yarandı. Heç kimsin partnyorunuz olmaq istəmirdi. Hə, onda da biraz kompleksim yarandı. Ta ki artıq orada da qardaşım, yəni biraz keçəndən sonra artıq 4-cü, 5-ci məşqdə idi. Müəllim qoyması da artıq biraz o dilə gəldi ki, bu uşağın özü tutsun da narahat olmaq tuta biləcək. Nəysə elə oradakı kompleksimdən də elə qurtardı. İlk günümdən sonra da demişdim ki, heç gəldim evə dedim, orada da getməyəcəm də. Dedilər, nə oldu deyirəm, mən heç kim işləmək istəmir, məndən partnyor olmaq istəmir. Sonradan biraz keçdi. Oradakı uşaqlar da sağ olsun, yəni nə qədər əziyyət çəksələr, nə qədər şey desələr də, yəni dedilər narahat olmaq. İmaməddin bəy, necə oldu ki, milli komandaya dəvət aldınız? Bizim indiki baş məşqçimizin atası rəhmətli Əvəz Tağızadə 2013-cü ildə məni gördü. Yəni əvvəlcə məşqlər eləyirdim. Artıq 2013-cü il idi ki, dedi ki, gəl milli komandada məşq elə. İlk dəfə milli komandaya o Əvəz Tağızadənin vaxtında milli komandaya dəvət aldım və 2013-cü ildə milli komandada məşq eləməyə başladım. 2014-cü ildə də 2 yaşıma çıxdım. Yəni dünya çempionatına çıxdım. Orada da çox yaxşı uğurlar elədim, sadəcə deyim. Orada da axırıncı yarışdakı kimi oldu. Medala çıxış mərhələsində zədələndim. Döyüşə çıxa bilmədim, ona görə nəticə verə bilməmişdim 2 yaşımda. Əslində xatırlatmaq istəməzdim, amma həm bizim, həm də tamaşaçılarımızın daha yaxşı məlumatlı olması üçün niyə məhz siz para-taekvondocu kimi çıxış edirsiniz, sizin kateqoriyanız və öz sağlamlığınız haqqında məlumat verərdiniz? Ətraflı məlumat belə deyim ki, para-taekvondo idman növü sırf yəni qoldan fiziki məhdudiyyəti olan uşaqlara görədir, idmançılara görədir. Yəni biləkdə, dirsəkdə və yaxud da çiyinən olmayan idmançılara görədir və yaxud da ki, biraz belə deyim, qurumuş vəziyyətdə olan idmançı. Yəni para-taekvondo sırf əldən fiziki qüsurlu olanlara görədir, fiziki məhdudiyyətli olanlara görədir. Yəni mənim də yəni bədən sistemim ona uyurdu, ona görə yəni gəldim para-taekvondoya. Kateqoriyanız nə gedir? K44, 70 kq çəki dərəcəsi. Çoxları paralimpiyaçı olaraq, xüsusilə fiziki məhdudiyyətli insanlara biraz rəhm hissi ilə, biraz başqa bir gözlə baxırlar, amma bilmirlər ki, onlar əslində siz nə qədər çətinlikləri, digər idmançılardan da çox çətinliklərə sinə gəlirsiniz, daha çox əziyyət çəkirsiniz. Mənə maraqlıdır ki, həyatda bu zamana qədər hansı çətinliklərdən keçmisiniz, xüsusilə bu xarici bir göz olaraq, yəni xaricdən sizə baxan insanlar olaraq? Yəni çox olub həqiqətən, yəni mən başıma gələnlərdən deyim, belə deyim. Ən çox yadımda qalan, siz dediniz, insanlar rəhm gözündən baxır. Əslində istəyirlər ki, bir növ onlar da yaxşılıq eləsin, amma həqiqətən insanı psixoloji olaraq sarsıdırlar. Yəni belə deyim, mən məşqə gedirdim, metrodaydım. Bir dənə xala hardasa 70 yaşı, 75 yaşı olar. Dirəşib ki, gəl otur, ayaq üstə. Deyirəm xala, otur da. Yox, dirəşib ki, gəl otur. Bir də gördüm ki, az qala qatar vaqonun o birisi başından, bir dənə qaqaş deyir, orada nə olub, bir dənə baxım qaqaşın qoluna falan. Elə bir situasiya yarandı. Yəni gənclikdə düşməliydim. Artıq ulduzda dedim, düşüm ki, buradan çıxım da aradan. Sonra bir dəfə olub, yəni ən çox metroda başıma gəlib, yəni çətinliklərdən deyim, yəni belə zarafat yana çətinliklər deyim. Bir dəfə olmuşdu, mən protez taxırdım, yəni kompleksim vardı. İnsanların bu şeyin görəndən sonra... Amma artıq taxmırsınız? Hə, artıq taxmıyorum, çünki hamı tanıyır və falan. Yəni protez taxmağa başlamışdım. O da protezi səhv düzəltmişdilər. Protez çox boş idi də. Səhər saat 8 idi, 9 idi, nə idi? Vaqondan çıxmalıyam artıq. Düşmək istəyirəm, orada da bir dənə an yaranır, düşə bilmirsən də. Yəni vaqon qapıları arası indi düşmək istəyirəm, özə 28-də düşməyim olar. Çıxanda adam hiss edir də. Görən istəyirəm ki, çıxıb. Gördüm ki, xalanın sumkasının üstünə qaldı. İndi fikirləşirəm ki, mən xalaya nə deyim bunu götürüm ki, xala onu bir dənə mənə verdi. Onu yəni indi kimin ağlına gələr ki, yəni böyründəki insanın əli yoxdur o protez taxıb. Yəni bu 1000 nəfərdən birinin başına gələcək. Mən də fikirləşirəm ki, indi xala əlini qaldırır, orada qol görsə, oradakı bir dənə şey fikirləşir. O da narahat olacaq. Hə, fikirləşdim, nə edim. Təzən bir dənə güc bala ilə girdim ora, sumkanı atdım bir tərəfə, az qala oğruza deyəsirlər. Axırda nətər deyim ki, əlim orada qalıb, əlimi götürüb çıxıram. Ən çox da yəni fiziki məhdudiyyət uşaq kimi çətinlik nə olub? Yəni
Mən burada tək qalmışam, yemək bişirmək çətin olub, paltar yumaq çətin olub, yəni paltar ütüləmək çətin olub. Yəni bunlar həqiqətən, yəni uğura gedən yoldakı çəkdiyim, yəni idmandan, məşqdən əlavə olan çəkdiyim əziyyətlərdir ki, yəni gəlirsən, məşqdən gəlirəm, bu paltarı kim yuysun, qabı kim yuysun, nə bilim, yeməyi kim bişirsin. Yəni hər gün də o qədər, əvvəldə o qədər imkan yox idi ki, yəni hər gün girim restoranda yemək yeyim və yaxud da nəsə. Gəlirdim məşqdən paltar yuyan, onda da belə deyim, paltar yuyan da yox idi, yəni qaldığım yerdə. Əlimlə, bir dənə əlimlə də, yəni necə deyim, biraz çətin olurdu. Yəni əllə gəl onu yu elə, yəni belə axırda bu qazandı. Hər kəsin uşaqlıqda bir ideal olub. Mənə maraqlıdır ki, sizin idealınız kim olub? Belə, hətta indi də idealım, yəni tək, yəni futbolçulardan da Cristiano Ronaldodur. Yəni onun həyata yanaşması, insanlara yanaşması və onun əzmkarlığı mənə bir növ örnək olur. Həm də ona baxanda ilham alıram. Hətta indi belə deyim, futbolla maraqlananlar, o istər-istəməz düşüşə keçir. O mənə çox pis təsir edir ki, psixoloji. Əslində olan belədir ki, ya milyonlar var, milyardlar var da, yəni o özü üçün oynayır, amma mənə o biraz onu zəiflədiyini görəndə, yəni psixoloji olaraq pis təsir edir. Mən də özümdə belə bir şey qurmuşam ki, 2028-də də paralimpiya çempionuyum, çünki məni örnək götürən uşaqlar var. Qoy məni həmişə güclü görsünlər, yəni güclü olaraq bitirim ki, yəni istər-istəməz 30 yaşdan sonra insan düşüşə keçir. Mənim düşüşə keçdiyimi heç bir uşaq görsün istəmirəm. Yəni karyeranızı ondan sonra tamamlamaq istəyirsiniz? Yəni çempion olsam tamamlayacağam. Ki, bütün uşaqlar məni zirvədə buraxmış görsün və hər zaman mənim videolarımı görəndə hər hansısa bir uduzduğum döyüşdəki uduzduğum videonu yox, hər zaman qalib kimi görsün ki, özlərində, beyinlərində o qalib idmansı ruhunu aşılasınlar. Bu bizdə ilk ekskluziv olaraq bizdə deyilir. Deməli, siz 2028-dən sonra Los Angeles paralimpiya oyunlarından sonra karyeranızı tamamlamağı fikirləşirsiniz. Bəli, bəli. İnşallah yenidən çempion olarsınız. İnşallah. Amma bəlkə də karyeranızı tamamlamadınız, yenidən. Yəni çempion olsam %100% dayandıracağam. Çünki yenə dediyim kimi, istər-istəməz kim nə deyir desin, 30 yaşdan sonra idmansız düşüşə keçir. İlk qələbənizi necə xatırlayırsınız? Mən ilk qalibiyyətim, yəni belə deyim, 2021-ci ildə Tokyo Paralimpiya oyunlarının lisenziya üzrə turnir keçirildi, Avropa çempionatı, orada qazandım. Yəni həqiqətən o yadımdan çıxmır, çünki mən ora gedərkən, yəni artıq çəkim var idi, həddimdən artıq çox çəki atırdım. Yəni ilk qalibiyyətim orada oldu. Yəni orada da çox güclü idmançılarla qarşı döyüşmüşdüm. Orada Avropa çempionu oldum, Avropa lisenziya oyunlarının turnir qalibi oldum. Yəni o heç vaxt yadımdan çıxmazdı. Yəni o həmin andakı, yəni belə deyim, həmin o qədər çox yorulmuşdum ki, o qədər ürəyim çıxır ki, istədim deyəm ki, istəmirəm də çempionluq var. Rəqibdən 10 xal qabaqdaydım, döyüş qurtarması 15 saniyə qalıb. Yəni həqiqətən adam öləcək kimi hiss edirdi özünü. Dedim, istədim deyəm ki, istəmirəm də çempionluq var sizin olsun, buraxın məni. Axırda 15 saniyə keçdi, çempion oldum. O çox yəni ağlıma gəldi. Bəli, o hissi onu da bilmirəm. Yarışlardan əvvəl məşqlərdə özünüzü necə motivasiya edirsiniz? Bu məncə iki yerə bölünüb. Paralimpiya çempionluğuna qədər bir cürə motivasiya edirdim. Paralimpiya çempionluğundan sonra bir motivasiya edirdim. Çempionluğa qədər özümdə hədəf qoymuşdum özümdə ki, sən əgər gəlir ailəni xoşbəxt eləmək istəyirsənsə, bu yaşda çempion olmalısan. Və həmişə özümə dedim ki, yəni oradakı heç bir uşaq səndən artıq deyil. Ən güclüsü sənsən. Beynimə özümə o qədər yeritmişdim ki, ən güclüsü sənsən, ən güclüsü sənsən. Yəni hər yarışa elə çıxırdım. Yəni tək hədəfim də var idi ki, deməli mən paralimpiya oyunlarının çempionu oldum. Gəldim, artıq oldum çempion. Hətta ilk bir həftə 10 gün keçdi. Özümə fikirləşdim ki, görürsən mən necə özümə hədəf qoyacağam da. Yəni bütün hədəflərimə çatdım. Avropa çempionu. Artıq Olimpiya çempionu olmusunuz. Həm Olimpiya çempionu oldu. Yəni həm Avropa çempionu, həm dünya çempionu, həm dünya reytinqində bir nömrə. Elə bir para tekvondoda elə bir çempionat yoxdur ki, mən orada çempionluq yaşamayım. Özümdə hərdən sual verdim ki, yəni nə ola bilərdi, nə hədəf qoyum. Sonradan mən uşaqların yazdığını gördüm. Yəni mən özümdə təzə motivasiya yaratdım ki, həqiqətən axırıncı yarışda da elə oldu. Yəni uşaqlar döyüşdən baxacaq, sən uduzmamalısan. Bu da məndə elə bir əlavə güc yaradır. Yəni həqiqətən o uşaqların motivasiyası. Yəni mən istəyirəm ki, çünki özüm elə böyümüşəm. İstəmirəm ki, hər hansısa uşaq, hər hansısa bir şey evə qısıq böyünsün. Ona görə hər zaman indən sonrakı yəni motivasiyam həqiqətən vallah ola bilər ki, kim deyər ki, şablon falan, amma vallah deyirəm, yəni indən sonrakı motivasiyam sırf odur ki, yəni uşaqlar daha yaxşı böyüsün. Bu arada əziz tamaşaçılar, İmaməddin bəy Çinin Tayyan şəhərində yeni qayıdıb yarışdan. Bildiyimə görə yarışda zədə aldınız, amma buna baxmayaraq yenə də qalib oldunuz. Bununla bağlı fikirləriniz nədir? Paralimpiya oyunlarından sonra özümə hazır elədiyim iki yarış idi, hazır hiss elədim. Çox yaxşı döyüşdüm, rəqiblərimlə döyüşdüm. Yarımfinal döyüşünün başlanğıcında zədələndim. Yəni bir ayağım yəni döyüş izlənə bilər. Belə aksiya döyüşmüşəm.
Sadəcə olaraq orada biraz rəqibin xoşuma gəlmədi rəqibin xasiyyəti. Yəni mən görsəm ki, məsələn bir qabağımdakı rəqib zədələnib, mən heç vaxt onunla %100-dən döyüşmərəm. Yəni ki, bu dünya çempionatı deyil, Avropa çempionatı deyil, yəni sıradan bir turnirdir. Yəni amma mənim rəqibimi gördüm ki, inada, yəni sırf zədə olduğum yerə vurmağa çalışır. Yəni o məndə biraz prinsip də yaratdı ki, yəni nə olur olsun bu döyüş udmalısan. Yəni o ayağım, yəni ondan sonra da indi də həkimlər məşq eləməyə icazə vermir. Ondan sonra da final döyüşünə də çıxmadım. Yəni həmin uşağı yarım finalda utdum, amma ondan sonra da final döyüşünə çıxmadım. Yəni göstərdim ki, yəni sən məndən belə zəifsən. Yəni o, yəni bəlkə də amma uşaq normal döyüşsəydi, bəlkə də yarıda dayandırardım. Amma gördüm ki, uşaq necə deyim, zədələndiyimi görüb inaddan ora vurub, zəifsə, o məndə xasiyyətimdə çox pis yaratdı ki, yəni nə olur olsun bunu udmalısan. Prinsip yaratdı ki, nə olur olsun udmalısan. Yəni elə döyüşdüm. İmaməddin bəy, sizin qələbələrinizin sayı təbii ki, çoxdur. Amma mən düşünürəm ki, bizim müsahibəmizdə biz Paris Yay Paralimpiyadasına danışmasaq, heç bir mənası qalmaz. Təbii ki, siz bu yarışda həm bayraqdar idiniz, həm çempion oldunuz, eyni zamanda ilin idmançısı seçildiniz. Mənə maraqlıdır, siz həmin yarışı, həmin olimpiyadanı necə xatırlayırsınız? Həmin Paralimpiyalarına çox yaxşı hazırlaşmışdım. Yəni, ən ağlımda qalan deyim ki, final görüşündən qabaq mənə zəng gəldi ki, yəni özümü tamamilə döyüşə fokuslamışam ki, çempion lazımdır ki, ondan qabaqki rəqibimdə, finalda döyüşəcəyim türk rəqibimdə Avropa çempionatının finalında tutmuşdum. Özümü fokuslamışam ki, artıq çempionam. Yəni çempionluqdan sonra birdən mənə zəng gəldi ki, bəs sizin evdə canlı yayımda çəkiliş gedəcək. Bütün motivasiyam yerindən oldu ki, orada mən baxırdım həmin canlı yayıma. Motivasiyam yerdən oldu ki, birdən oldular, evdəkilər deməyəcək də bu Paralimpiya ikincisi oldu da, həmən vaxt Adəm canlı yayımdadır. O biraz yəni ağlımda çox başqa cür. Biri var hamının yanında danlamaq, bir də var təkcə danlamaq. O pis situasiya yaratdı, özümün motivasiyası. Sonra dedim ki, hansısa belə də baxırlar, elə də baxırlar, narahat olma, özünə gəl. Elə özümün motivasiyasını toparlaya bildim. Bir də mən ondan sonra dünyada ilin ən yaxşı paratekvandoçusu seçildim. Biz Paris bayraqdarlıqda Lamia ilə bərabər həqiqətən əziyyət çəkdik. Bizə dedilər ki, ikiniz də eyni vaxtda yəni bayrağı tutmalısınız. Onun da boyu mənim boyumdan çox balacadır. Mən istərsəm belə tuturam, o gəlir beləsindən tutur. Yəni videoda da baxırıq, yəni konkret olaraq yəni əziyyət çəkmişik də bayrağı daşıyana qədər əziyyət çəkmişik. Yəni o burdan da seçsəndə, yəni bayraqdar olanda, yəni təxmini hiss elədim ki, yəni insanlar mənə güvənir, məndən nəsə gözləyir, yəni o gözləyirdim özümdən çempionluq. Yəni yalan deməyim, yəni özüm bilirdim ki, hardasa, yəni özüm kimi olsam 99% çempion olacam, yəni o belə oldu. Ondan sonra da Azərbaycana qayıtdım. Sonra da mənə səs vermə olub deyəsən Azərbaycanda da ilin ən yaxşı paralimpiyaçısı seçildim. Artıq paratekvandodur, paralimpiyaçısı seçildim Azərbaycanda. Yəni belə olar məndə, yəni həmişə belə deyim, medalım olmuşdu. 2 dənə də əlavə kubokum oldu. O biraz məndə başqa biraz qürur hissi yaratdı ki, bəs belə. Sizi ilk təbrik edən kim oldu? Kimin təbriki sizin yadınızda daha çox qaldı? Mən belə deyim ki, ilk təbrik edən Azərbaycanın birinci xanımı Mehriban Əliyev olmuşdu. O sosial mediasında mənə paylaşdı. Yəni həqiqətən çox sevindim, çox qürur duydum. O paylaşmışdı. Yəni həqiqətən birinci məni təbrik edən oldu və bu məndə çox başqa cür qürur hissi yaratdı ki, yəni onun məni təbrik eləməsi, onun məni sosial hesabında paylaşması, yəni çox başqa bir hava idi. Elə hisslər var ki, həqiqətən o hissləri açıb demək olmur. Bu da o hisslərdən biri idi həqiqətən. Sizin qızıl medalınız para-taekwondoda ilk qızıl medaldır. Yəni siz ilk cığırı açmısınız. Mənə maraqlıdır, ilk cığırı açmaq necə hissdir? Mən bunun əvvəlcə də yaşamışdım. Yəni mən para-taekwondo sonra paralimpiya oyunlarından düşəndən sonra ilk dünya çempionu idim. Yəni ilk adam dünya reytinqində çıxdım. Yəni bizdə Sabir Zeynalov var, olimpiya oyunlarının üçün, paralimpiya oyunlarının üçüncü yer çıxmışdı, birinci medal sahibi. O bizdə ilk medal qazandı. Paralimpiya oyunlarında para-taekwondo tarixində ilk medal qazandı. Mən də gəlib deyirdim ki, yəni nəsə elə də, özü nəsə elə ilk medal bu qazandı, ilk qızılsa da sən qazan. Yəni onunla aramızda belə bir söhbət olmuşdu. O da bu arada onu da təbrik edirəm. O ilk medalı o qazandı, ilk qızılı mən qazandım. İnşallah da bundan sonra yəni gözləntimiz odur ki, Los Angeles Paralimpiya oyunlarında komanda olaraq, yəni minimum 2 və yaxud da 3 qızıl medal verək. İmaməddin bəy, Parisdə başınıza maraqlı hadisə gəlibmi? Gəlib əslində, orada belə deyim, balaca maşınlar falan qoymuşlar. Necə bu bir növ əl arabaları kimi idi, amma motorlu olan. Bu da sən demə, bəs
əl insanların daha tez getməsi üçün imiş də. Biz də yeməkxanaya gedirdik. Yeməkxanadan otağa olan məsafə çox idi. Gördük 2 dənəsi var orada. Dedi ya gəl bunu götürək gedək də. Kimdə hansı komanda var? Sabir Zeynaloğlu. Bizim də hər şeyimiz onunla gəldi. Dedik gəl bunu götürək. Dedi hayırsə. Gəldik, proqramı var idi. Telefonla proqramı yüklədik. Gəldik, oturduq, qalxırdıq. Bir də baxırıq ki, sağa sola hamısı, yəni bölümümüzdə onu sürənlərin hamısının belə ayağı yoxdur. Ayağı nəzədə. Sonra beləsən biraz baxdıq. Bir dənə utanmaq hissi gəldi. Ki biz sağlamdır. Bir də o böyüydük biraz biz. Ayağını məsələn Sabirin ayağı daha yaxşı. Ayağını çıxardı belə çöldə saxlayıb belə. O sonradan biz onda utanmaq maşına qoyduq dedi ya düş. Tez ol. Yəni o ağlından çıxmır. Yəni elə bir hadisələr olmuş. İmaməddin bəy, çempionluq həyatınızda nələri dəyişdi? Ümumiyyətlə insanların sizi tanıması necə hissdir? Mən çempion olandan sonra aeroportda mən 2 sözüm olmuşdu. Qalibiyyətim şəhid ailələrinə nəsr edirəm. Yəni bir gün yolda gedirdim, bir dənə xala gəldi. Mən tanımırdım. Yəni gəldi, məni qucaqladı, öpdü, ağladı. Bəs nə oldu axla? Bəs nə olub? Deyir ki, mənim oğlum şəhid olub. Sən çox sağ ol ki, sən çox sağ ol ki, mənim oğluma həsr edirsən qalibiyyətini. Yəni insan, yəni belə deyim, həmin gün mənim ən xoşbəxt günüm idi. Yəni aeroportda insanların məni qarşılaması. Bəs xala da deyir ki, bəs həyatın ən xoş günündə sən mənim oğlumu yadından çıxartmadın, mənim oğluma həsr edibsən. Yəni orada xalanın məni tutub qucaqlayıb ağlaması ki, çox sağ ol mənim oğluma bu qədər dəyər verirsən. Yəni ağlımda olan, yəni çempionluğun dəyişdiyi nə desəz, yəni bəzi şeylər var ki, həqiqətən bunları nə etsək də qazana bilmirik. Hər hansısa bir şəhid ailəsinin evində, qazi ailəsinin evində və ya da fiziki məktəb ailəsində sənə görə sevirlər, sənə görə xoşlayırlarsa, yəni bu mənim üçün həqiqətən də 5 qat, 10 qat paralimpiya çempionluğudur, dünya çempionluğudur, onlardan qat-qat üstündür. Yəni ki, mən o xalanı ki, elə gördüm, yəni məni elə qucaqlayıb, məni elə çox istəməsi, yəni həqiqətən yəni paralimpiya çempionluğu mənim özümə görə bir uğur idisə, amma mənim o xalanın məni qucaqlaması, yəni o digər fiziki məktəb uşaqların məni elə görməsi, örnək olaraq görməsi, qazilərin məni örnək olaraq görməsi həqiqətən içimdə başqa bir hiss yaratdı. Qürur hiss yaratdı. O biraz məndə çox başqa cür abava yaratmışdı ki, yəni həqiqətən də yəni mənim qabağıma qoysalar ki, 5 qat paralimpiya çempionluğu yoxsa şəhid anasının təkrarən gəlib səni qucaqlaması, vallahi mən onu seçərdim. Çünki həmin insan həmin ana belə deyim, öz balasını axtarır. Belə şeylərdə də öz balasını bir növ belə görür, bir növ xatırlayır. O mənə edisi deyir. Gündəlik həyatda hansı maraqlarınız və hobbiləriniz var? Hobbilərimin arasında, yəni gündəlik həyatda, yəni məşqlərdən sonra çalışıram ki, yəni mən bir futbol həvəskarıyam, biraz futbol oynamağa çalışıram. O da çox oynaya bilmirəm ki, ayağımdan zədə alaram. Ən çox da belə istirahət edəcəyim şeydə, yəni PlayStation oynamağı çox xoşlayıram, çalışıram ki, gündəlik 1 saat yarım oynayım. Biraz özümü çox kapıranda çox oynayıram. Ona görə özümə artıq vaxt qoyuram ki, yəni gündəlik 1 saat və ya da 1 saat yarım oynamaqsam, çox oynamaq olmaz. Son olaraq İmaməddin bəy, bu hədiyyəni mən sizə təqdim etmək istəyirəm. Bu bizdən, eyni zamanda Qələbə əzmindən sizin yeni evinizə bir ev hədiyyəsi kimi, ev xatirəsi kimi qalsın istədim. Düşünürəm ki, siz buna layiqsiniz, hətta bundan da yaxşılarına layiqsiniz. Mənə maraqlıdır ki, siz bundan sonra bizi izləyən idmançılarımıza hansı fikirləri demək istəyirsiniz ki, sizin kimi gələcəyin bir çempion olsunlar, onlar heç bir zaman əzmkarlıqdan geri qalmasınlar. Çox təşəkkür edirəm. Yəni hədiyyəyə görə çox sağ olun. Həm sizə, həm Qələbə Əzmi komandasına çox təşəkkür edirəm. Suallara da cavab verəcəm. Qoy birinci hədiyyəni açım, hədiyyəyə baxım, sonra cavab verim. Yaxşı. Həqiqətən çox sağ olun sizə və Qələbə Əzmi komandasına çox təşəkkür edirəm. Sonda uşaqlara belə deyim ki, həqiqətən nəyəsə, yəni əgər çempion olmaq istəyirlərsə, tək idmanda yox, həyatda nəsə uğur qazanmaq istəyirlərsə, yəni müəyyən qədər gələcəkdə onsa çətin elə bir şey iş yoxdur ki, orada çətinlik olmasın. Yəni hətta sizin işinizdə belə çətinliklər var. Yəni hər bir işdə çətinliklər var. Adi bir çətinliyi görüb çətinliklərdən qaçmasınlar, çətinliyin üzərinə getsinlər. İstəyir idman sahəsi olsun, istəyir təhsil sahəsi olsun, nə olur olsun, özlərinə güvənsinlər və çalışsınlar ki, gələcəkdə ən birincilərdə ailəsini fəxr edə biləcək şəxs olsun. Çünki ailələri onlarla fəxr eləsələr, həqiqətən bütün Azərbaycan xalqı onlarla fəxr edəcək. Yəni özlərinə güvənsinlər bu qədər. Çox sağ olun. Sizə sağ olun. Bu hədiyyəyə görə çox təşəkkürlər. Ənənəmizə sadiq qalaraq çempionumuzun anası ilə də həmsöhbət olduq. Sevinç xanım maraqlı məsələlərə toxundu. İdmançımızın uşaqlıq xatirələrindən danışdı.
Sevinç xanım, əvvəla sizə təşəkkür edirəm ki, bizi öz evinizdə qonaq etdiniz. Bizə çox xoşdur ki, sizin kimi bir idmançı ailəsi ilə, anası ilə tanış oluruq. Mənə maraqlıdır ki, İmaməddin uşaqlıqda necə uşaq olub? Sakit yoxsa dəcəl? Dəcəl də demək olmaz, sakit də demək olmaz. Sadəcə olaraq özünü elə güclə aparırdı ki, elə bir ki, sanki bundan güclü adam yox idi ki, cavan oğlanlar belə həyatdan keçəndə sınavdan qabağa deyirdi, niyə bizim zdaniyənin qabağından keçsən? Elə bilirdi, elə zdaniyə bununkidir. Yəni, heç kimi yad adam qoymurdu. Onlara da xoş gəlirdi, balacaydı, hə, balacaydı, xoş gəlirdi. Yəni, nə dəcəl olmuyordu, nə də amma sakit olmuyordu. Sadəcə olaraq belə idmançı kimi yerişləri var idi, belə sınavdan qabağa vermirik. Oxumağı da çox gözəl, məktəbdə də oxumağı, şərəf lövhəsinə şəklini basmışdılar. Hətta Türk liseyinə girmişdi. Bir həftə döyüldü, getdiyi şərəf lövhəsinə asdılar şəklini. Çox savadlı idi. Girdim ki, bir köftürübdə. Dedim, ayqa, nə olubdu? Dedi ki, mama, seçim qarşısında qalmışam. Dedim, nə seçimi? Dedi ki, bəs idmanla məktəb tutmur. Yarışlarım var. Bu hazırlıqlarda tutmur. Dedim, sən həvəsin haraya da oxumaq, yoxsa dedi, ikisində əslində həvəsim var, amma idmanı daha üstün. Dedim, nə istəyirsən arxandayam. Dedi, idmana, dedim, yolun açıq olsun. İndi düzdür, çox analar deyir ki, maman ölsün, can, əziyyətlidirsə də çıx. Amma mən elə demirdim. Dedim, mübarizə apar. Əzilsən də mübarizə apar. Hətta bu uduzluğu anlar da olubdu. Mən şirinə saf pişirib qoyurdum ki, qoy həvəsən düşməsin. Yəni, həqiqətən hər gəlişinə tortcat pişirirdim ki, həvəsdən düşməsin, çempionumuzsan, sən gələcəyin çempionusan. El elə, yox, həvəsdən salmaram, demərəm ki, əziyyətlidir, yox, çox yəni onu. Bir də gözdən hətta bir-iki nəfər çıxmışdı idmandan, dedim ki, bax, birdən həvəsdən düşərsən, mənim arzularımı yarım qoya bilməzsən sən. Mənim arzularım var, arzularımı həyata keçir. Hər əziyyət çəkəndə deyirdi, saygı da əziyyət çəkirəm. Hər medal qazandıqca videolar çəkib atardı ki, bu sənin hədiyyən olsun. Sevinç xanım, İmaməddinin yarışlarını izləyərkən başınıza heç maraqlı hadisə gəlib? Maraqlı deyəndə, yarışlar bir də günün çox vaxtı axşam vaxtı olurdu, ya gecə vaxtı bir də gün olurdu. Orada günüz olanda, burada gecə olurdu. Televizorun qabağında özündən asılı olmadan çığırırdım, İmaməddin vur, qoymayı bir xal da ver, vur deyirəm. Bir də elə ayacığını deyirdim, Allah, mənim səsimi bütün izlənə közəcək, bütün izlənə bizə qalacaqdı. Yəni çığırır, özümdə hiss eləmirdim, televizorun qabağında çığırırdım. Amma təzdən elə bir yadıma düşəndə ki, biraz sakit olum da, yatır, cəmaat yatır. Hətta yoldaşımız da bir də gözünü səslənib dururdu, nə oldu, dedim, heç nə, o ana gedin, biraz sakit durun, dedim, dağılanım, çox loqat olum. Televizorda ki, İmaməddin yarışı gedin, düz televizorun qabağında dururum. İmaməddin vur, təslim olma, vur. Siz də elə bir orada döyüşürsünüz də onunla bərabər, həmişə olur. Əzizsən də vur, yəni həqiqətən bir əldə ayağından çox zərdə aldı, yıxıldı, kameranı kəsdilər. O kamera açılana qədər mən o televizora az qalırdım, qaldıram çıpam yerə. Sevinç xanım, mənə əsas maraqlı olan budur ki, Paris 2024 yay paralimpiyadasını izləyəndə, canlı izləyəndə siz hansı hisslər keçirirdiniz? Yəni orada döyüşən, mən hətta onlara döyüşən deyirəm, çünki mən düşünürəm ki, bütün idmançılarımız bir əsgər kimi döyüşürlər. Yəni o hissləri necə təsvir edə bilərsiniz? Mənim ürəyim deyirdi ki, İmaməddin çempion olacaq. Yəni ona söz ola bilməz. Çox sevincli anlar yaşadım da, çox hədsiz. O həyəcan bambaşqa həyəcan idi həqiqətən. Allah həmişə o anları yaşasın, elə sevincdən ağlayaq. Yəni bizə nətər, elə bir qələbə qazandı. Elə bilirdim ki, az qalırdım elə mən deyəm ki, hündür bir dağın başına aparım, orada mən barıqlarımla çığırım, burada ay olacaqdı elə çığırmaqda. Yəni o qədər qəşlik var idi içimdə. Sonra səhəri gündə prezidentimizin xanım Mehriban Əliyevanın səhifəsində görəndə o anı mən illərdir gözləmişəm. Yəni illərdir gözləmişəm ki, hər kəsin sevimlisi olsun İmaməddin, qürur olsun, Azərbaycanın bayrağını qaldırsın. Bəli.
Son olaraq Sevinç xanım, mən istəyirəm ki, bizi izləyən idmançılarımıza, eyni zamanda sizin kimi idmançı ailəsinə, onların valideynlərinə hansı fikirlərinizi demək istəyirsiniz ki, onlar öz fiziki məhdudiyyətli uşaqlarını idmana yönəltsinlər, onları qətiyyən cəmiyyətdən ayırmasınlar. Çünki biz görürük ki, onların böyük bir gələcəyi var, o gələcəyi əlindən almaq olmaz. Yəni mənə əsas bir paralimpiyaçı valideyni olaraq bu fikirləriniz maraqlıdır. Ana böyük məsuliyyət daşıyır, özünüz bilirsiniz. Qızım, gərək uşağa dəstək olaq. Uşaqlara istər sağlam, istər əyalı olanları, yəni dəstək olandan sonra ürəkləndirirlər də, ürəklənir uşaqlar. Elə valideynlərə də demək istəyirəm ki, həvəsdən düşməsinlər, ruhdan düşməsinlər. Həyat davam edir. Elə möcüzələr, Allahın elə möcüzələri var ki, insan yatsa yuxusuna girməz ki, o möcüzələrin içində, o xoş möcüzələrin içində nələr yatır, bir vaxt nətəri sevinərsən. Düzdür, o illər öncədən belə mən xəyal qurduğum xəyallara çatıram. Yəni, həqiqətən necə xəyal qurmuşam, necə arzulamışamsa, çox şükür yaradanıma. Çox şükür. Yəni, gec oldusa da, amma gec oldu. Bugünkü günə şükür. Bugünkü verilişimizin sonuna yaxınlaşdıq əzizləyicilər. Paraidmançılarımız bir daha sübut etdilər ki, həqiqi güc nə əzələdə, nə də fiziki imkanlardadır. Həqiqi güc qəlbdə, iradədə və ruhdadır. Onların əzmkarlığı daim bizim üçün ilham mənbəyidir. Gələn buraxılışlarda görüşənədək. Hələlik!